Uğursuzluq çox böyük bir xəzinədir. Uğursuzluğu tədqiq etmək lazımdır. Onu ağlamaq, göz yaşı tökmək yox. Uğursuzluğu tədqiq etmək lazımdır. Və sual vermək lazımdır. Uğursuzluq zamanı mən nəyi düz etmədim yox, mən nəyi fərqli edə bilərdim. Hətta bu məqamda da yanaşmamız budur ki, yəni neqativ şeylərdən özümüzü diksindirməyə, hürkütməyə, yəni mən nəyi düz eləmədim, ağlaşma moduna keçməyək də, mən nəyi fərqli edə bilərdim. Uğursuzluq böyük bir xəzinədir və biz o xəzinələri atmışıq kənara. Yəni biz dünyada uğur qazanmış, müvəffəq olmuş, müəyyən məqam sahibi olmuş, şöhrət sahibi olmuş, uğur qazanmış insanların həyatını tədqiq edəndə görür ki, onların bir müştərək, ortaq bir cəhətləri var. O da budur ki, uğursuzluqlarına böyük bir xəzinə kimi baxıblar və onu tədqiq ediblər, dərindən tədqiq ediblər. Sinelikov məşhur yazısı var, Azərbaycan dilində də kitabları tərcümə olunub. Deyirdi ki, pis nəticə yoxdur, təcrübə var. Pis nəticə yox, təcrübə. Ona görə uğursuzluğa doğru, praqmatik, sakit, ağıllı bir yanaşma lazımdır, tədqiq etmək lazımdır. Heç dəhşətə düşmədən, çünki cəhdlər yenə var. Yəni biz nəfəs gəlirsə, yenə fürsətlər çıxacaq, yenə vəziyyətlər yaranacaq. Yəni ona ağlamaqdansa, bir dəfə yazmışdım ki, bəlkə də kimdənsə eşitmişdim, bilmirəm bu sözü, batan günəşin arxasınca ağlamaqdansa, bu yenidən doğacaq da, yenidən doğanda mən nə etməliyəm? Bax, ona hazırlaşmaq lazımdır.